Deməli, oleum məsələlərinin həlli. 169 qram oleum nədən ibarətdir? H2SO4 vur NSO3. Ümumi verib bizə 169 qram. Su ilə reaksiyasından 196 qram H2SO4 alınmışdır. Bu su ilə birləşib və alınıb H2SO4. İndi baxın, biz bilirik ki 1 mol SO3 ilə 1 mol su birləşir. Və burada təkcə H2SO4 alınıb. N mol SO3 ilə demək ki, N mol su birləşib və N mol H2SO4 təzə alınıb. 1 mol H2SO4 də burada var. Onda alınan sulfat N üstəgəl 1 mol olub. N üstəgəl 1 mol H2SO4 və alınıb nə qədər? 196 qram. Demək ki, nə qədər su ilə birləşib? 169, 27 qram su ilə birləşib, alınıb 196 qram. Çünki biz bilirik ki, sağla solda kütlə cəmi bərabərdir. Sonra deyir ki, N-in qiymətini tapın. İndi baxın, biz bildik ki, şərtə görə bildik ki, 27 qram sudan alınıb 196 qram sulfat turşusu. 27 qram sudan. Burada isə 18 vur N. 18 N suyu isə nə qədər sulfat alıb? 98 vurulsun N üstəgəl 1. Və buradan biz həll eləyib N-i tapırıq. Deməli, olacaq 196 vur 18 N bərabərdir. 27 vur 98 N üstəgəl 1. 98 ilə 196 gedir, 2 qalır. 27 ilə 18 gedir, 9-a. Burada 2 qalır, burada 3. Olacaq 4N bərabərdir, 3N üstəgəl 3. N də bərabərdir, 3 eləyir. Buradan N-i tapdıq. Birincini tapdıq və deyir ki, 169 qram oleumu 50% sulfata çevirmək üçün neçə qram su lazım olduğunu. Deməli, bizdə sulfat turşusunun alınması üçün 27 qram su lazım olub, birinci. Bunu bildik. Təzdən əlimizdə 196 qram H2SO4 var. Və 50% sulfat məhlulu o deməkdir ki, yəni orada 50% sulfat var, 50% su var. Onda sulfatımız da nə qədərdir? 196 qram. Yazıram ki, 196 qram 50%dir. X qram su, o da 50%dir. Çünki 50%li məhlulda 50% sulfat var, 50% su var. Və buradan X eləyir 196. 196 qram su bizə nə üçün lazım oldu? 196 qram sulfatı həll edib 50%li məhlulu almaq üçün. 27 qram su isə başından reaksiyaya girmişdi. Onda 196 ilə 27-nin cəmi 3, 2, 2. 223 qram bizə su lazım olub. Bu da ikinci sualımızın cavabı. Növbəti məsələmiz 10% oleum almaq üçün 100 qram 82%li H2SO4 məhluluna neçə qram SO3 əlavə etmək lazımdır? Deməli, 100 qram 82%li sulfat məhluludur. Sulfat məhlulu sulfatdan və sudan ibarətdir. Birinci nəyi tapırıq? 100 qramın 82%-ni. O deyir 82 qram. 82 qram nədir? H2SO4. Bu məhlulun 82 qramı H2SO4-dürsə, deməli 18 qramı da nədir? Sudur. Biz 10% oleum almaq istəyirik və oleumda 10% oleumda 10% SO3 olmalıdır. 90% H2SO4 olmalıdır. Bizim əlimizdə 82 qram sulfat var, 18 qram su var. Və biz nə qədər SO3 həll etməliyik? Biz birinci həll etdiyimiz SO3-ün bir hissəsi ilk növbədə su ilə reaksiyaya daxil olub sulfata çevriləcək. Və əlimizdə 18 qram su var. 18 qram su 80 qram SO3 ilə reaksiyaya daxil olub 98 qram sulfata çevriləcək. Yəni o 18 qram su ilə reaksiyaya daxil olmaq üçün
80 qram SO3 lazımdır. Bu birinci hissəmiz. SO3-ün lazım olan birinci hissəsi. Və bizim sulfatımız əvvəl 82 qram idi. Reaksiyadan da 98 qram yeni alındı. Nəticədə nə qədər sulfatımız oldu? 180 qram sulfatımız oldu. İndi 10% oleum nə deməkdir? 90% sulfatdır. Yəni 180 qram sulfat olacaq 90%. X qram SO3 isə olacaq 10%. İxtisar gedir. X eləyir 20 qram SO3. 20 qram SO3 deməli sonradan nə üçün lazım olub? Həll olan kimi lazım olub. 80 qram isə bayaq su ilə reaksiyaya girmək üçün lazım idi. Və nəticədə bizə 80 üstə gəl 20, 100 qram SO3 ümumilikdə lazımdır. Bir hissəsi 18 qram su ilə reaksiyaya girmək üçün, bir hissəsi isə əlavə sulfatda həll olmaq üçün. 100 qram su A variantı. Deməli burada H2SO4 vur NSO3. N sayda su ilə üstə gəl NH2 ilə birləşib nə alınacaq? Deməli N sayda sulfat alınacaq. 1 mol sulfat da burada N üstə gəl 1 mol H2SO4 alınacaq. Bu bayaqki məsələdəndir. Deməli burada 16,9 qram oleumdur. Yəni bu 16,9 qram. 19,6 qram sulfat alınıb. 19,6 qram sulfat alınıb. Eni hesablayın. Bəs nə qədər su ilə daxil olub? Biz bilirik ki, daxil olan alınanın kütlə cəmi bərabərdir. O da X eləyir 2,7 qram su. Və tənasübü qururuq ki, 2,7 qram sudan alınır 19,6 qram sulfat turşusu. Reaksiyaya baxıram. 18 N sudan da alınıb 98 vurulsun. N üstə gəl 1 sulfat turşusu. Və bunu hesablayırıq. 2,7 vur 98 vur N üstə gəl 1 bərabərdir. 18 N vur 19,6. Bunu həll eləyib N'i tapırıq buradan. Deməli burada ixtisar aparırıq. 98 ilə bunu qalır 0,2. 18 ilə də bunu 9 aparırıq. Burada qalır 2. Burada qalır 0,3. Olacaq 0,3 N üstə gəl 0,3. Burada da olacaq 0,4 N. Buradan da N eləyir 3. Və salam N'i tapdıq. Deməli burada 54 qram su üzərinə neçə qram SO3 əlavə etmək lazımdır ki, 30% oleum alınsın. 30% oleum nə deməkdir? 30% SO3'dür. 70% də H2SO4'dür. İndi bizim əlimizdə 54 qram su var. İlk növbədə əlavə etdiyimiz SO3 su ilə reaksiyaya daxil olub alınacaq H2SO4. Və 54 qram su, 18 qram su, 80 qram SO3 ilə birləşəcək, 98 qram H2SO4 alınacaq. 54 qram su 3 dəfə çoxdur. Demək ki, 240 qram SO3 ilə birləşəcək, 3 dəfə çox və 3 dəfə çox sulfat alınacaq. Yəni 294 qram. Neçə qram SO3? 30% oleum. İndi bu 294 qram sulfat turşusu neçə faizdir? 70% yazıram. 294 qram 70%dir. X qram SO3 30%dir. Bunu apardıq. Burada 7 ixtisar gedir. Qalır 42. 42-ni də 3-ə vururuq. X eləyir 126. 126 qram SO3 belə lazımdır bizə həll olan kimi. 240 qram SO3 isə 54 qram su ilə reaksiyaya girmək üçün lazımdır. Nəticədə 240 ilə 126. Bizə lazımdır 366 qram SO3.
Bu da bayaqki məsələdəndir. 2% oleum almaq üçün deməli 2% oleum nə deməkdir? 2% oleum o deməkdir ki, 2% burada SO3'dür. 98% H2SO4'dür. Ümumiyyətlə oleum SO3'ün sulfat turşusunda məhluludur. Burada sulfat həlledicidir, SO3 həll olandır. 9 qram su var. 9 qram suda nə qədər SO3 həll etmək lazımdır? Deməli, suda SO3 həll etsək, ilk növbədə həmin su SO3 ilə reaksiyaya daxil olub alınacaq H2SO4. Biz bilirik ki, 18 qram suda su 80 qram SO3 ilə reaksiyaya daxil olub 98 qram H2SO4 əmələ gətirir. 9 qram su, yəni yarısı qədər 40 qram SO3 ilə həll olacaq, 49 qram H2SO4 əmələ gətirəcək. Deməli 40 qram SO3 bizə lazım oldu nə üçün? 9 qram su ilə reaksiya girib sulfat əmələ gətirmək üçün. Təzədən 49 qram sulfat həll edicidir. Yəni neçə faizdir? 98 yazıram. 49 qram 98 faizdir. X qram SO3 də 2%dir. Buradan da ixtisar olur, X eləyir 1. 1 qram SO3 də həll olan kimi sulfatda həll etmək üçün lazımdır. Və başından da 40 qram su ilə reaksiya girmək üçün lazım olmuşdu. 40 ilə da 1-in cəmi eləyir 41 qram. Bizə 41 qram SO3 lazımdır. Deməli, burada 2% oleum almaq üçün yenə də yazıram. 2% nədir burada? SO3'dür. 98% də H2SO4'dür. Bunu almaq üçün 900 qram 20% oleum üzərinə. 900 qram 20%li 900'ün 20%'ini tapıram. Eləyir 180 qram SO3. 180 qram SO3'dürsə 900'dən 180'i çıxıram. Yerdə qalan da H2SO4'dür. Yəni nə qədər? 720 qram da H2SO4'dür. Bunun üzərinə V millilitr 64%li sulfat turşusu əlavə edilib. Əlavə olunan sulfat turşusu məhlulun sıxlığına. Demək ki, mən əlavə olunan sulfat turşusunun birinci kütləsini tapmalıyam və kütləsi bilmirəm. Nə götürürəm? X qram 64%li H2SO4 məhluludur. Və bu məhlulda 64% sulfat var. X-in 64%-i eləyir 0,64X. Bu H2SO4'dür. Yerdə qalan 36% də sudur. Yəni 0,36X. Bu da H2O-dur. Və təzədən biz bu məhlulu əlavə edəndə nə baş verəcək? Sulfat turşusu, su SO3 ilə reaksiya girib sulfat turşusu əmələ gətirəcək. SO3 üstə gəl su, alınır sulfat. İndi nə qədər SO3 girəcək? Suyumuz nə qədərdir? 0,36X. Biz bilirik ki 18 qram 80 ilə birləşir, 98 alınır. 136X isə nə qədər SO3 ilə birləşəcək? Hesablayırıq, eləyəcək 1,6X-la. Nə qədər sulfat alınacaq? 18-dən 98 alınırsa 0,136-dan da alınacaq 1,96X. Bu da sulfatdır. Və bizim son məhlulumuz nədən ibarət olacaq? Son məhlulumuz sulfat və SO3-dən. SO3-ümüz başlanğıcda nə qədər idi? 180. İndi bizim SO3-ümüz nə qədər olacaq? 180-dən 1,6X neynədir? Reaksiya girdi. Olacaq 180 çıx 1,6X. Bizim sulfatımız nə qədərdir? Baxın, başından 720 qram sulfat var idi. Düzdür? Bu 900 qram 20%li də 720 qram sulfat var. Təzədən üstünə nə əlavə ediblər? 64%li sulfat. Burada nə qədər sulfat var? 0,64X. 64X üstə gəl. Təzədən buradan da 1,96X alındı. Bizim ümumi sulfatımız nə qədər oldu? Bərabərdir
720 üstə gəl 2,6x. İndi nə qədər oleum almalıyıq? 2 faizli oleum. Yəni 180 çıx 1,6x eləməlidir neçə faiz? Eləməlidir 2 faiz. 720 üstə gəl 2,6x, bu da 98 faiz. Bu bizim tənasübümüzdür. Bu tənasübdən hesablayırıq, x-i tapırıq. Deməli, burada 2 ilə 98-i ixtisar aparıb 1,49 yazırıq. 49-u 180 çıx 1,6x-a vururuq. 49 vurulsun. 180 çıx 1,6x bərabərdir. 1-i də vururuq. 720 üstə gəl 2,6x. Və buradan x-i tapırıq 100 qram. Bilirsiniz bu hansı x-dır? Başından götürmüşdü ya x qram 64 faizli sulfat. Bu həmin o sulfat turşusu məhlulunun kütləsidir. Və həmin məhlulun həcmini də mənə V verib sıxlığını soruşur. Sıxlıq nəyə bərabərdir? M böl V. M-i tapmışıq 100, V də elə V-dir. Demək ki, sıxlığı 100 böl V-yə bərabərdir. Növbəti məsələmiz 44 faizli oleum hazırlamaq üçün 2 mol suda neçə qram SO3 həll etmək lazımdır. 44 faizli oleum nə deməkdir? 44 faiz SO3-dür. 56 faiz H2SO4-dür. Bizim əlimizdə 2 mol su var. Həmin o 2 mol su neyniyəcək? SO3 ilə reaksiya girib alınacaq H2SO4. Deməli, bizə lazımdır SO3 2 mol su ilə reaksiyaya girmək üçün. 1 mol su ilə 80 qram reaksiya girir, 98 qram sulfat alınır. 2 mol su ilə da 160 qram SO3 girəcək, 196 qram sulfat alınacaq. Və deyir ki, neçə qram SO3? 160 qram lazımdır reaksiya girməsi üçün, su ilə reaksiya girməsi üçün. Və alınır 196 qram sulfat. Həmin o 196 qram sulfat neçə faizdir? 56 yazıram. 196 qram 56 faizdir. X qram 44 faizdir. Burada ixtisar aparıram. 28, lap 2-yə aparıram. Bunu da 2-yə aparıram. 98. 98 ilə 28-i 7-yə apara bilərəm. Burada olur 4. Burada olur 14. 14 ilə 4 aparıram 2. Burada qalır 7. 2 ilə də 44 aparıram 22. 22-ni də 7-yə vuranda x eləyir 154 qram. 154 qram SO3 həll olan kimi lazımdır. 160 qram SO3 də su ilə 2 mol su ilə reaksiya girmək üçün lazımdır. Və nəticədə ümumilikdə 314 qram bizə SO3 lazımdır. Deməli, 182 qram SO3, 18 qram sudan neçə faizli oleum hazırlamaq olar? Əlimizdə 182 qram SO3 var. 18 qram da su var. Reaksiya girib alınacaq H2SO4. Biz bilirik ki, 18 qram su 80 qram SO3 ilə daxil olur. 98 qram sulfat alınır. Və sulfatımız oldu 98 qram. Su hamısı reaksiyaya daxil oldu. 182 qram sulfatdan 80 qram daxil oldu. 102 qram SO3 qaldı. İndi bizim məhlulumuz 102 qram SO3, 98 qram sudan ibarətdir. Və faizi soruşur. Onda kütlə payını tapırıq. Bərabərdir. Həll olanımız SO3-dür. 102 qram. Məhlulumuz 102 üstə gəl 98 qramdır. Yəni SO3 ilə sulfatın cəmi vur 100. Bu 200 eləyir, ixtisar gedir. O da eləyir 51%. Deməli 400 qram 82 faizli sulfat turşusu məhluluna neçə qram SO3 əlavə etmək lazımdır ki, 25 faizli oleum alınsın. İlk növbədə 400-ün 82 faizini tapırıq. %82.
Burada biz tapırıq sulfat turşusunun kütləsini 4, o da eləyir 328 qram. Bu oldu sulfat turşusunun kütləsi. Bunu saxlayırıq yadda. Yerdə qalanda sudur. 400-dən 328-i çıxırıq, eləyir 72 qram da sudur. Həmin bu su ilə reaksiya girmək üçün bizə lazımdır SO3. Biz bilirik ki 18 qram su ilə 80 qram SO3 daxil olur. 98 qram sulfat alınır. 72 qram, yəni 4 dəfə çox. 72 qramla da 320 qram daxil olacaq və 4 dəfə çox 392 qram sulfat alınacaq. 25% oleum alınmalıdır. 25% oleum nə deməkdir? 25% SO3-dür, 75% də H2SO4-dür. Bu 320 qram SO3. Bu reaksiyaya girmək üçün lazımdır. Bunu saxlayırıq yadda. İndi bizim sulfatımız 328 məhlulumuzdaydı. 392 də yeni alındı. Onda sulfatımız nə qədərdir? 328 ilə 392-ni cəmləyirik. 600, 710, 720 qram sulfat. 720 qram neçə faizdir? 75%dir. X qram da 25%dir. İxtisar gedir 3. 720-ni 3-ə bölürük. Deməli 240. 240 qram da SO3. 240 qram SO3 həll olan kimi lazımdır. 320 qram SO3 isə 72 qram su ilə reaksiyaya girmək üçün lazımdır. Nəticədə 320 ilə 240-ın cəmi 560 qram bizə lazımdır SO3. Deməli, 800 qram 60%li oleumdur. 800-ün 60%-ni tapıram. O da eləyir 480 qram nə? SO3. Yerdə qalanda 800-dən 480-i çıxırıq. 320 qram da nədir? 320 qram da H2SO4-dür. Bunun üzərinə 200 qram 64%li sulfat əlavə edib. 200-ün 64%-ni tapırıq. Sulfat o da eləyir 128 qram. Bu H2SO4-dür. Yerdə qalanı da 72 qram da nədir? Su. Alınan məhlul. İndi bu 72 qram su SO3 qram birləşəcək. Çünki burada bizim SO3-ümüz var. Su SO3 ilə birləşəcək. H2O üstə gəl SO3, alınacaq H2SO4. Bilirik ki 18 80 ilə birləşir, 98 alınır. 72 qram su ilə 4 dəfə çox 320 qram SO3 birləşəcək. 392 qram da H2SO4 alınacaq. Alınan məhlulda su getdi, yoxdur. H2SO4 nə qədərdir? Burada 320 qramdır. 320 qram oleyumun içindədir. Sonra 128 qram bu məhlulun içindədir. 392 qram da indi alındı. Bunların ümumi cəmini tapırıq. Deməli, eləyəcək 840 qram. Bu oldu H2SO4-ün kütləsi və alınan məhlulda SO3 nə qədərdir? 480 var idi. O 480-in 320-si 72 qram su ilə reaksiya girdi. Qaldı 160 qram SO3. Və bunların nisbətini də tapmaq üçün 840-ı bölürəm 160-a. İxtisar aparaq lap 4-ə. 21. Bunu da 4 yapanda 4. 21-i 4'e böləndə 10,5. 5 tam %25. Nisbət 5 tam %25'dir. Deməli 500 qram 40%li oleumdur. Tez tapıram 500'ün 40%-ni. 200 qram SO3'dür. 500'dən 200'ü çıxıram. 300 qram da H2SO4'dür. Bunları saxlayırıq yadda. 100 qram 82%li sulfat əlavə edib. 100'ün 82%-ni tapıram.
82 qram H2SO4-dür. 18 qram da eləyir su. Aha, indi burada 18 qram su neyniyib? SO3 ilə, bax bu 200 qram SO3-ün bir hissəsi ilə reaksiyaya daxil olacaq. Su üstəgəl SO3 alınır H2SO4. Nə qədər suyumuz var? 18. 18 qram su ilə 80 qram SO3 daxil olacaq, 98 qram H2SO4 alınacaq. Neçə faizi deyir oleum alınır? Su getdi, reaksiya daxil oldu, getdi. Sulfatımız bayaq 300 qram oleumun içində idi. 82 qram sulfat turşusu məhlulunun içində idi. 98 qram da indi alındı. Ümumi sulfatımızın kütləsi nə qədər oldu? 180, o da 300, 480 qram. Bu oldu sulfatımızın kütləsi. SO3-ümüz nə qədərdir? 200 qram var idi. O 200 qramın 80-i reaksiyaya daxil oldu. 200-dən 80-i çıxıram. 120 qram da oleumumuzun, SO3-ümüzün kütləsidir. Və neçə faizli oleum alınar? Nə yazıram? SO3-ün kütləsi 120 böl ümumi məhlulun kütləsi. 120 üstəgəl 480 vur 100%. Bunun cəmi eləyir 600 vur 100%. 120-ni də 6-ya böləndə eləyir 20%. Sonra növbəti 200 qram 51%li oleum məhlulunda. Birinci tapırıq 200-ün 51%-ni. O da eləyir 102 qram. 102 qram nədir burada? SO3. 200-dən 102-ni çıxırıq. 98 qram nədir? H2SO4. İndi 102 qram, burada ümumi kükürdünç dəpayı soruşur və biz 102 qramda nə qədər kükürt var? 98 qram sulfatda nə qədər kükürt var? Onu tapırıq. Bilirik ki, 98 elə ml-dir və 98-in içində 32 qram kükürt var. Bunu bilirik. İndi 102 qram SO3-də nə qədər kükürt var? Onu tapaq. 80 qram SO3-də 32 qram var. 102-də də X-dır. Bunlar ixtisar gedir. 10, 4, 408, o da eləyir 40,8 qram kükürt. Bu qədər kükürt də burada var və ümumilikdə nə qədər kükürt var? 32 ilə 40,8-i toplayıram. 72,8 qram kükürt var. Və deyir ki, kükürdün kütlə payını oleumda, yəni 200 qramın içində tapırıq. Kükürdün kütlə payı bərabərdir. 72,8-i bölürəm ümumi məhlulun kütləsinə, vururam 100-ə. O da eləyir 36,4%.